Herkese selam. Necəsiniz? Canlarım, O mallarım. sırada ben video çekmem. Sıraz başladı. Selamünaleyküm. Dostlar necəsiniz? Salam möhküm qaqaş. Dostlar ne inirsiniz? Çıkım yolda. Tamam, her zaman kimi. Bugün size bir video çəkəcəm. Necə çəkəcəm? Kəsmədən videonu paylaşacağım. Hər dəfə video çəkəndə, yəni bütün youtuberlər kimi düzəliş edirəm də, bəzi yerləri kəsirəm falan. Amma bugün videonun heç bir yerini kəsməyəcəm. Necə çəkirəmsə, elə də paylaşacağım. Yəni düzənləməsiz video paylaşacağım. İndi gedirik bir yerdə pişka. Ponçik yeməyə. Hə, ben yana pişka qoyublar Instagramda adını. Pişka yeməyə, ponçik yeməyə gedirik ailəlicə. Arkadaşlar. İnanırsınız ki, Ragif yemeği yedi. Ben yemek yemedim ki pişka yiyeceğim. Neyse, getirip pişka yemeğe. Videonu da deyirəm, kəsmədən sizin üçün paylaşacağım. Hə, buyur həyatım, nəsə deyirdin. Bu videonu kəsməyəcəm, ama sen elə bir şey denən ki, kəsmək məcburiyyətində qalmayım. Hə, denən. Yok kestim. Hə. Video çek. Video çəkirsən. Rauf da oradadır. Həyətə baxır. Gözünə maşın işığı gəldi. Saxlayacağım videonu, yəni başladacağım, orada necə gəldi devam edəcəm. Kəsmədən video paylaşacağım, çəkəcəyik. Ümid edirəm ki, anlaşılmışdır. Fikrim sənə çatdı. Hə, sənə çatdı, sənə çatıb. Nəysə, gedək, görüşərik. TikTok'um iştir. Baxdıqlarımdır da, işləyir ona görə. Hə, normalda belə söhbətləri kəsdim, amma kəsməyəcəm. Nəysə, getdik. Orada işıqlıqda açaram, danışarıq. Bu arada təzə aldığım dəstimi geyinmişəm. Sağ ol. Aşkım farkındasın, bu aralar ancaq sənə də karışlı bir şey beğendirəm özümə. Aşkım bağını saxla, Sevra, sən deyinirsən bağını saxla, Sevra. Uy. Hə. Ancaq Ragifə də karışını alıram, nə alsam, qolum ağrıdı bu arada. Özümə də nə alsam karışını alırım. Neyse, dəstim də böyle arkadaşlar. Bulpacı. Əslində almışdım çünki qaxa gedəndə geyinəcəkdim, amma dayanamadım. Mən səbirsiz insanım. Neyse, qaranlıqda çox sizi görməyim. Deyirəm ki, dəqiqə video çəkirəm. Mesela orada görüşərik. Oturmuşuq maşında, hələ də bildiyiniz kimi heç bir şey dəyişilməyib, yoldayıq, gedirik. Dedim, ürəyim sıxıldı, dedim sizə çəkim bir iki kadr. Gedək. Həmişə Ragif şoförlərdən vuruşa, döyüşə, qırışa gidiyoruz. Az qalmışıq, artıq çatırıq. Acıktım. Probkaya bak. Düzdür, sadece direkt probkaya bak. Neyse, gedək çatay, bu sefer əgətə orada açacağım. Uy, geldi çattık. Ha, ben ne bileyim, ben bir şey bilirəm. Geldi çattık. Çattık, nəhayət tapdıq pişkamızın yerini. Pişkalarımız hazırlanır. Ragif oyun. Şu anlar maşındadır. Götürüp gedirik, başka yerde yiyəcək. Nəhayət hazırdır. Biri banan, bir çiyələk. Bir dənə də çiyələk. Biri balaca olsun da. Aha, birinci kokteylimiz hazır. İkinciyi gözləyək. Pişkalarımızı götürmüşük. Biri çiçəkləri, biri banan. Bu neylidir? Tadına baxın. Siz də bir yerdə baxın. Gəlmir. Bizə biri banan, biri çiçəklər olacaq da böylərində. Yoxsa necə dedi? 2 çiyələk, bir banan. Ha, 2 çiçəklər, bir banan böylərin. Bananın çox qəşəng duşa var. Omuzun üstündən biraz tök ona. Onu doldurmuşam, çoxdur. Şey, oldu əla. Dadına bax, görək Ragif əmin nə deyəcək. Necədir? Yaxşı. İzləyicilərlə danış. Qəşəngdir, mən bəyəndim. Nədən istəyirsən? Çox tatlıdır, həqiqətən kokteyl vəbşə süpürdü. Çox bəyəndim. Ben çibalandım. Biz çox bəyəndim. Bizdə də çiyələklidir. Atam çiletiler. Aşkım, bəlkə sən başqa cürə istəyirdi, çiyələkli götürürsən. Hə? Gedirik bir yerdə oturup bunları yeməyə. Görək, hara gedirik. Nə yaparsan? Nə yaparsan bizə? Yox. Cülürdüm. Hara gedirik? Hara gedirik? Şey lazım. Yarladım. Aşkım, çox soyuqdur ya. Hara gedirik? Evə. Aa,
gedirik? Hamama. Gözü deden. Yəni fikirləşək Getafe getməyə. Bura hara yaxındır? Bizə heç yan. Əllərim dondu. Bura hara yaxındır? Heç yeri. Hara yaxındır? Doktor çıktı. Heç yeri. Bura bir dənə şey olsun, o quş dedi. Düşünürüm, bir dənə ondan qoyarım. Hələ deməyəcəm bu videoya, nə qoyacam. Siz onu təsəvvür edincə ondan qoymuşam. Bu arada axırıncı videomuzu bəyəndiniz. Akif mənə makyaj eləmiş deyə. Neyinisən? Elə bildim bunu versiniz. Gözüme toz düştü ya oradan sonra. Mən də gözlərim qaşınır. Mama. Hə. Aşkım hara gediyor? Ya. Aşkım hara gediyor? Harada gediyor? Ehtiyatlı ol. Harada gediyor? Qabağda enli yol var. Orada dayan saxlayacağım qonuranda oturacağım maşın kaputusu yiyəcəm. Maşını kapat tutup geliyor. Ne maraqlı, ne maraqlı. Murat Bey yerində. Ay. Ay. Muratfa nə deyə? Şəbəş gözlərini verərəm içərsən gözlə. Atan içinde. Gedə görə harada dayanırıq, qərar verək, sizə deyərik. Görüşərik. Şunlar bu arada heç bir yer kəsməmişəm, mən saxlamışam. Videolar saxlayırım, devam edirəm. Atan çıkardı sen sevgilinden. Belki sevgili kurtardı. Ata. İç sende. İç. Bir dənə zəng gəldi, açma telefonu. Əsəbləşdim, mən də sevmədim. Ha. İlk onu gördüğünde ilk sende. Ha. Ona ne demişti? Dedim ay qız telefonu niyə açmırsan ki, sən məni əsəbləşdirirsən? O da üzme sende. Yo. Dili topu vurdu. Hadi eşitmədi, telefonu gəl. Elə elədi qaldı. Dedim birinci ağınca olsun, bir də belə şey olmasın. Ha. Ha. Onda şey kıskandım, çok da kıskandım. Ay bunun keyfi var. İşte biz aparırız Zərfə parkına. Zərfə parkı aradım. Güzel. Ay Allah, uşağıma bir şeyler olub. Ne dedin kız? Da bura. Hani Gəldik Zərfə? Zərfə parkına. Hani Zərfə parkı? Deyək qabaqda. Ponçiklərim orada yeyəcək. Orada yey. Gedək. O. Kızım biraz kızarmış ye. Şurada. Sırtağında kırmızı sırtağı düşün maşını. Hafşa kıpkırmızımış. Sırtağında sen kırmızıda kanalında maşında tormuzu basıp hem kırmızı düşüyorsunuz. Ha işte gedək. Bizde. Ne pisliği ben beğendim. Özüme hele ben böyle şeyleri seviyorum ama bunu çok beğendim. Neyse gedək çıxdaq açalım yaşıyor. Gene var. Geldik çatdık. Belə parka geldik. Oturup burada pişkalarımızı yiyeceğiz. Hara gönderdin uşağımı? Ne? Hey. Ay. Heç nə. Arı koyak bunları. Top tapdılar. Ha istəmə, gel otağdan yanında. Nədir? Mıc yana. Hadi otur. Mıc yana, gəl. Havası yoxdur ki. Bax aşkım, nə almışıq? Bak. Bizden. Sen ondan sevirsən. He. Tamam. Al şuradadır. Gözlüyün. Köməklə də çıxardaq açaq da bunları. Şirin diye ben de, sen de şirin değil. Bax hələ. İstəyirsən məninkini götürüm. Bananlı şirin de. Ben de şimdi hiç bal dələb. Məndə də belə idi. Evet. İçdikcə dibinə doğru acaldı. İndi çək, sən çək, yara ki, sən çək, mən bunları yer eləyim. Kəsməyəcəm ha videonu, elə çəkməyəm. Telefon verəndə bax da gör ben hara telefon. Ha. Gecə pikniki. Apar koy yerine kızım onu. Və əl vurmadan şübhə yeyirsən. Ha, baxaq gör elə bu neyini? Pişka yer, pişka. Şübhə pişmişsə başını çək. Ha. Ya ne almıştı sana? Çek kokteyl de iç. Kokteyl içirsən?
Bak hele çiləkli, gel iç bak. Çiləklidir. Çiləklidir. Yiyin. Mənim Gel. çox bana balalar. İç bak. İç bak buna. Onu çək, aç bunu çəksən. Uşaqlarım da burada belə. Bu benim bir şey eləməyib, hə? Ne eləməyib? Bundan. Hamısını eləyir. Deyim mi? Yanılamazlar. Anlatımında. Ne yapıyorsun? Çok tatlı. Ha, qəşəng hava var. Bax hələ nə qəşəng havadır. Karantina. Üzürü sayın biz də pişkamızı yeyək, ardını çəkərik. Yalnız mı ver? Ve tadına bak gön beğenettim. Gel arkadaşlar. Cez o topla oynuyor. Beğendin? Gerçekten başçıda nesi yerde yemişler ama oranın pişkası kimi yok, çok tadıdır. Qara canavarımız da oradadır, baxın. Görürsünüz. Bura Zərfər Əliyeva göz klinikasıdır Bakıda. Biraz qabaqda da bizim evimizdir. Burada Zərfər Əliyeva parkıdır. Tanış olun. Kokteylini söylememişiz de. Tatlıdır. Gel oğlum. Çok sağ ol. Sen de sağ ol. He. Çok ya. O gün rayonda damaşlarım cırıldı. Getdim bunu aldım. Masallım oldu. Hələ də ayağımda çok rahatdı ama bununla gəzirəm. Merhaba. Yo, elə oynamayın. Qoy yesin rahat rahat. Gelin topla oynayın. Bir daha oynayalım. Sonra oynayalım. Yox daş kimi, gedin topla oynayın. Ağıllı kızım, gedin topla oynayın. Heç nə yeyək, burada da var. Bu çok yaması diye. Nədir? Çok yaması. Nə deyirəm? Neymiş o? Şöyle yap. Yiyin. Toz yiyorum. Yiyin. Saxlayayım uşaqlar biraz. Bilinci xəmirindəndir. Nədirsə amma çox dadlıdır. Bir şey deyim Asya. Mən neçə yerdə yemişəm də bundan. Xaşma gəlir amma bundan eminli oran pişkasından yoxdur da. Nə qoysan? Hə? Eşq yaşayırlar. Oy da yox qızım. Neyse uşaqlar yeyə gəldik. Yedilər, oynayırlar. Bir Ronaldo'da bir Messi'dir. Bir de atasıyla takımdı, bir de benimle takımdı. He, getdilər. Yarısını yedi, yarısı qaldı. 3-4 dənə qaldı demək olar. Uşaqlar yedilər elə hamısını. Kokteyllərimizi içən kokteyli. İçmədim. Titili yedi. İstən dəyişək. Hə. Yer. Pişkalar yiyin. Gözünü mama sen ben takımındasın. Ata sen de Raf'ın takımındasın. At. Yok, bırakın öyle işi. Əllərlə atsın, ona getdilər. Bura qəşəng parkdır, genişdir. Burası tənbəllik eləmə evdən bura gəlməyə. Oradan olmaz. Ha, oradan attılar. O benim mamam takımı. Bura baxın, nə qədər sərgəli gəzirlər, bir-birlərini oynayırlar. Birazdan bir-birlərini qıracaqlar. Ne məmdir? Hə, gəlirlər, gözdə yerim. Ayvarma bakalım ne diyor bize bu. Hayır, bu əməliyyat olanlar bu xəstəxanada qalmırlar. Vallahi. Ben niyə içeri işıq yanmır? Mama. Tutma ya. Hastanede yatma saati var da. Bu da ışıq hamı sönüb baxır. O yatacaksın. Arkadaşlar Rafa kışkırtmaları patlıyoruz. Orada bir tane gelin. Gözün kamera. Rafa orada ciddi var. Korkma.
Sana yangın. Mama. Beni al. Canım buradan cazdır. Sen bile beni al kendin gibi yak. Ya orada bir tane cücü var ya korkuram öldürmeye. Gelip öldürersen. Telefon koy da telefonunu ara. Ya. Gel. Gel. Tarafa çın. Gel. Bu tarafa çın. Bak bu tarafa. Gel. Ha düz buradan. Gözü o değil. Get kalkma get. Gelip yakalayamaz ki. Bekle. Yakalayamaz ki. Yoruldum ha. Gel. Diyorum ama cebimlerine. Mama maç eleyebilirim seni. Adam aceleyen. Telefon yok. Böyle tutuyor. Tersine de. Ham ya kışkırtma eyledi. Çık. Bana da bak. Ha? Bana da Raf mı çekiyorlar? Ha. Nerede? Göray Joy'u ne kadar izleyebiliriz. Orada ay var. Şika. Bacı. Buradan cıcı var da korkuram axı. Məndən qədərsən. Gözü bunun şəklini çəkir. Çəkirəm. Bacı. Cücü var orada. Burada məndən qədərsən. Gözə. Dörtdə nə oyay? Gözə də. Sana yangın. Ne oyay? Gözü çəkir. Bəti gündən hər kəsə salam. Deməli belə. Dünən gəldik evə, uşaqlar yatdılar falan. Daha videonu davam etdirmədim. Bugün də bir yerdə ad gününü gedirik. Duşumu aldım, saçlarımı qurutdum. Belə bir damcı quruyub. Azərbaycanlıyıq, yoxsa Türk dilində? Arkadaşlar, baxaraq saç aldım. Arkadaşlar, baxaraq saçıma qoy. uşaqlar saçına baxın, Rafın burada hərf var. Çox uzaqdır. Şimşək var orada. Belə, indi yavaş-yavaş hazırlaşaq. Nə geyinəcəyimizə qərar verək. Görək ad gününə gedirik, nə geyinəcək, nə edəcək, nə hazırlaşacaq. Hazırlaş İncinin. Hazırlaşma vlogunu paylaşacağım, gedəcək. Sabah da yəqin ad gününə. Arkadaşlar, uşaq vaxtı. Biz Azərbaycanlıyıq ya Türkük? Azərbaycan. Ben niye arkadaşlar deyirsən? Arkadaşlar da Azərbaycanlı. Azərbaycanlı dostlardır. Belə uşaqlar hazırlaşaq yavaş-yavaş. Nə geyinəcəyimə yenə deyirəm, asla bilmirəm. Hadi. Telefon arxalıq yapışdırmışıq. Apara bilərsən. Nə geyinəcəyimi yəni qəti şəkildə bilmirəm. Saçım da Mən də şirəkdən. sözümü deyə bilərəm. Deyə bilərsən. Aşağı indirdə. Ay Allah ki səni qaldırım yuxarı. Videonu kəsmədən davam edirik ya. Arkadaşlar baxın uşaq vaxtı. Hadi düşdü. Sərfa deyiləm burada. Yaxına get. Arkadaşlar. Arkadaşlar uşaq vaxtı atam mənə sef almıştı. Bu sefi də uşaq vaxtında taxmışdım. Nə var? Uşaq
vaxtında tasılması yapalı və uşaq vaxtında taxıb. Neyse, yavaş-yavaş hazırlaşaq. Saçlarımı uclarımı vurmağı düşünürüm, amma hələ yaşdır. Ben de burasın canım. Bu arada ad günü gedirəm və dırnaqlarım düşüb, olaysın. Nə geyinəcəyimi bilmirəm, göstərim sizə bir dəqiqə kameranın. Bir dakika. Biraz buradan qoyayım. Gözlüyün seçenekleri göstereyim size. Birinci seçeneğimiz videonu ne deyirlər, kəsməyəcəyim üçün məcburam biraz uzun tutum. Yəni heç bir şey kəsməyəcəm. Baxın, belə bir donum var. Apararsın. Belə bir donum var. Geçe yaraşıp sana ala. Belə bir donum var. Bəlkə şortsda seçək. Nə deyirsiniz? Yok. Belə bir donum var. Ağ. Belə. At olsaydı atı Ad günümüz seçerdim. dəniz qırağında olacaq. Çay süfrəsinə gedirik. Arkadaşlar da olaymış. Çay süfrəsinə gedirik. Belə bir ağ donum var. Dəniz qırağının dəniz temasına uyğundur. Sonra gözlüyüm, saxlayım. O digərini çıxardım, devam edək. Gəldim. Belə bir qara donum var. Mini bir dondur. Arkadaşlar bakın bende ne var. O mini bir şeydir. Bir budur. Bir də mavi ətəyim var. Ağ koftayla bunu kombin etməliyim. Sizce hansını eləyim? Benzin rengine orijinali bence. Hamısı bu da ağ koftayla bunu da eləyə bilərəm. Bir defa giyinipsen bence onu. Bence o da onu Hayır, giyin. məncə bunu geyinim. Hə, uşaqlar, nə deyirsiniz? 10 dəfə geyinmişəm, düz deyil. Qara ilə bunun arasında qalmışam. Sizcə hansını geyinim və saçım başımda nə haldadır? Hansını geyinim sizcə? Bu seçeneklər qalsın. Görək hansını seçəcək. Yəni seçim arasında qaldığım, aşkım deyən, arasında qaldığım geyimlərim bunlardır. Belə. Aşkım. Saçımı da ya uklat eləyəcəm ya da uklat eləməyəcəm, səbrimcəm. Buradayım. Hə, o da çıxın. Ya uklat eləyəcəm ya buracam, ya uklat eləmək istədi, səbrim çatmayacaq bir-bir. Yəqin ki belə qalacaq. Hə, apara bilərsən. Yığdı ev hamısını. Onların hamısını aparır, baxın. Hə. Birini seçəcəm. Nə deyirdim? Hə, yəqin ki uclarımı vuracam. Belə. İndi gedeyim ilk öncə uşaqların paltarlarını ütüləyim. Bununla ətəklə geyinəcəyim köynəyi də məncə ütüləyim. Yəqin ki onu geyinərəm. Mama, için donumu verirsen giyinerim. Qərarlaşdıraq gəldi. Yaxşı. Təsəvvür bax. Allahım, makyaj eləmədim. Saat 6-ya işləyir. Ad günü 7-dədir. Nə Ragif var? Ragif hələ gedib uşağın hədiyyəsini almalıdır, götürməlidir. Nə Ragif var? Nə mən hazıram? Nə uşaqlarımı yedizdirmişəm? Heç nə. Boş-boşuna ortalıqda fırlanım. Öncə işlərimi qaydasına salmalıyam ki, nəyi planlı şəkildə hərəkət etməliyəm ki, hər şeyi çatdırım. Mam sen Mən də gözdürəm. uşaqlara birinci yeməklərimi qoyum gitsinlər. Sonra onlar yediyi sırada mən makyaj edeyim. Əsas makyajım da hazır olsa saçımı 2 dəqiqə həll edə biləcəm. Neyse, gedək. Evet dostlar. Demək olar ki, bir dakika, bunu biraz yuxarı edeyim. Demək olar ki, makyajımın yarısını etmişəm, hazırdır. Yəni baza makyajımı etmişəm. Tonalni, sabitləyici, pudra, baza falan belə şeylər çəkmişəm. İndi qalıb liner falan, onu da sizdən çəkeyim dedim. Yəqin ki bugün videonu çatdıra bilməyəcəm, çünki artıq 8 işləyir və heç bir şey hazır deyil. Bekləyin. Linerimi götürdüm, gəldim. Ah, bu değilmiş. Bekləyin. Buymuş. Oranda niye gizlədirəm? Çünki tökmüşəm. Sevra gidin paltarlarını çıxardıb oraya atmışam, ona görə. İndi linerimi çəkeyim. Biraz gözlüyüm belə eləyim, siz də görün. Hə, belə. Oldu. Aha, linerimi çəkeyim. Bu arada bu videoda heç bir toxunuş etmədən paylaşacağım. Ümid edirəm ki, sıxılmazsınız dərkən və linerim əyri alındı və yaş salfetkam da yoxdur, mən bu quşu silim. Ragif əmi demişkən, heç nə. Tonali ilə kapatacağım məcbur. Evdə yaş salfetka olanda, normal vaxtı yaş salfetka heç kimin yadına düşmür. Yəni yaş salfetka olanda isə hamı yaş salfetka istəyir. Məndən günə qalıydım özümü. Deyən görün burada. Heç nə, gözləyim bunu yum gəldim. Və makyajım. Bir dakika. Dodağımı əyə çəkmişəm, gözlüyüm. Ana olaraq yenə cavab əlimdə. Makyajım hazırdır, saçlarımı da burdum. İndi çıxanda açmayacağım. Küləkdir, başı da aşağı küləkdir bugün. Orada çatana yaxın açacağım və onda da görərsiniz. Mən bu sorunum kirpiklərimdir. Kipriklərim daha doğrusu.
nə qədər şey eləyirəm ki, yəni tüpürlərim çox uzundur və düzdür. Yəni nə qədər eləyirəmsə ondan barışa bilmirik. Ragif də artıq gəlir, yoldadır. Gəlsin çıxaq. Aha, uşaqları göstərməmişəm, nə deyil. Bu Şevroş, axı kameranı silim gözləyin. Bu Şevroş. Böyle. Aha, bakayım o ayakkabıları giyinmək istedi. Bu, da gəl də. Mam telefon arkası bu arada pamuk. Tananlidir bir topilə. Bir də Rauf, atası da ağşal var, qara köynə geyinəcək, onu da atası ilə birlikdə geyindirdim. Ama bize ineceğim. Eyb yoxdur, heç nə olmaz. Elə. Yarın sefer atam anasına dinleyeceğim. Sıraları taxımca. Yadınızda çıx. Tragik gəldi. Çıxırıq artıq. Arkadaşlar. Daha doğrusu çıxmışıq. Haydi. Arkadaşlar dalda asker maşını gör. Ha, nə yaxşı. Belə. Ata vlogu burada sonlandırım. Oradakı nə çəkə bilsəm çəkəcəm. Onu isə növbəti videoda izləyərsiniz. Videomuzu bəyəndinizsə kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmayın.